Azərbaycan deputatlarının sarsaq açıqlamalarına tez-tez rast gəlirsiniz. Hətta çox tez-tez belə qənaətlər də paylaşılır ki, bu adamları sarsaqlıq yarışının qalibi olduqlarına görə deputat mandatı ilə təltif edirlər. Mən elə gəlir ki, burada durum bir qədər fərqlidir. Adamları deputat eləyirlər, sonra deyirlər ki, ağzınıza gələni danışın ki, gündəmdə bu səfehliklər müzakirə edilsin. Bu argument daha güclüdür. Ona görə ki, ölkədə baş verən ciddi inzibati və maliyyə cinayətlərindən diqqəti yayındırmaq üçün xüsusi statusu olan rəsmi şəxslərin bir qrupu çox məntiqsiz və gic açıqlamalarla gündəmə düşməlidirlər. Yoxsa başqa cür adamın ağlına batmır. Mən şəxsən indiki bir sıra deputatları deputat olmadıkları zamanlardan tanıyıram. Bilirəm ki, sarsaq və səfeh açıqlamalar onların baza ölçüləri ilə uyğun gəlmir. Doğrudur, məsələn, deputat Tahir Mirkişili adlı adamı əvvəllər tanımamışam, amma inanıram ki, o da deputat mandatı alandan sonra belə bir sözü deməyə təşviq edilib ki, yolla gedən avtomobil sürücüsü bir nəfər piyadaya görə maşını saxlamalı deyil. Nə məqsədlə, hansı kontekstdə dediyi bəlli deyil, amma bu səfeh məntiqə görə əgər yolda hərəkət edən maşının qarşısına bir nəfər piyada çıxırsa, sürücü onu əzib keçə bilər, amma 2 və daha artıq adam görsə saxlamalıdır. Deputatın məntiqindən belə çıxır, amma indi başqa daha əcaib bir deputatın Elman Nəsirlinin kəlamlarından birini xatırladacağım. Deputat Elman Nəsirov hələ 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı demişdi ki, vətəndaşlar 2026-cı ildə daha yaxşı yaşayacaq. 2026-cı ildə bizim 41 milyard 700 milyon manat vəsaitimiz var xərclənmək üçün. Əgər onun 41%, yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu 2025-ci illə müqayisədə 213 milyon manat artıbsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir. Yaxşı ki, Azərbaycanlı jurnalistlərin belə bir layihəsi var. Fakt Yoxla adlı bir proje. Fakt Yoxla sosial büdcədə 213 milyon artımın özlüyündə vətəndaşların həyat şəraitini daha yaxşıya doğru dəyişdirib, dəyişdirmədiyini yoxlamışdı. Həmin analizi də sizə təqdim edirik. 2026-cı ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait 2025-ci ilin dövlət büdcəsinə nisbətən 1,3% artımla 17 milyard 145 milyon manat olub. Bununla belə Azərbaycanda olan inflyasiya göstəriciləri bu artım faizindən çoxdur ki, bu da sosial xərclərin real göstəricilərdə artmadığını, inflyasiya nəzərə alındıqda əksinə azaldığını göstərir. 2024-cü ildə 4,9%lik inflyasiya qeydə alınıb. Mərkəzi Bankın 2025-ci ilin rəsmi inflyasiya proqnozu isə 6%-dir. 2025-ci ilin rəsmi inflyasiya proqnozunu nəzərə almaqla 2026-cı ildə sosial xərclər azı 17 milyard 947 milyon manat olmalıydı ki, real ifadədə artım olsun. Həmçinin 2026-cı ildə bəzi vergi növləri üzrə sahibkarların və sadə vətəndaşların xərclərini artıracaq yeni artımlar da nəzərdə tutulur. Qeyri-neft özəl sektorda çalışan muzlu işçilərin aylıq əmək haqqı 8000 manata qədər olduqda tətbiq edilən gəlir vergisi güzəşti ləğv olunur. Yanvarın 1-dən fərdi qaydada muzlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları da artırılacaq. Hökumət 2026-cı ildən etibarən torpaq mülkiyyətinə sahib olan fermerlər üçün sosial sığorta yükünü artırmağı planlaşdırır. Həmçinin gələn ildən qeyri-rəsmi çalışanlar və işsiz statusu ala bilməyənlər tibbi sığortanı da özləri ödəməli olacaq. Fakt Yoxlanın gəldiyi nəticəyə görə deputat Elman Nəsirovun səsləndirdiyi iddia faktlarla manipulyasiyadır. Belə ki, Azərbaycanda 2026-cı il üçün sosial xərclərdə real ifadədə azalma, əhalinin vergi və ödənişlərində isə artımlar gözlənilir. Bəs deputat Elman Nəsirov və başqa deputatlar niyə belə sarsaq və məntiqsiz, doğru olmayan, dürüstləşdirilməyən,
yoxlanılmayan və əhalinin alladılmasını nəzərdə tutan açıqlamalar verirlər. Onu da mən bu söhbətin əvvəlində özümün anladığım qədər izah etdim. Əminəm ki, Azərbaycan deputatlarına səfih və sarsaq açıqlamalar üçün hansısa hətta mükafatlar da verirlər. Yoxsa başqa cür olmaz, yəni adamlar faktiki olaraq səfih açıqlamalar yarışına girmiş bir zümrə kimi davranırlar və çox gözəl də bilirlər ki, bu cür açıqlamalardan sonra onları hər kəs hoydu-hoyduya götürəcək, amma buna baxmayaraq bu cür səfih bəyanatları, açıqlamaları verirlər. Sizin başqa bir fikriniz var mı?